yanacaq sektorunda mövcud problemlər, kənd təsərrüfatında dizel çatışmazlığı ilə bağlı problemlər, yəni bu tək Rusiyanın problemi deyil. Gələcəkdə ümumiyyətlə gələn il üçün taxıl problemi ciddi bir şəkildə ortaya çıxacaq. Bu bir şərtdir. Çünki nə Ukrayna normal əkib biçir, nə də Rusiya. Belə olduğu halda bunun sonu hara gedir? Avropanın iki əsas ixracatçısı vardı. Onların da bir-biri ilə müharibəsi bu ildə isə ümumiyyətlə Rusiyanın da taxıl ehtiyatlarından məhrum qalması bir çox ölkələr üçün ən azı çörəyin qiyməti qalxacaq, bəlli bir qənaət rejiminə keçəcək, o cümlədən özləri də və s. və ilə. Amma bu müsbət bir dəyişiklik olacaqmı? Hələ ki gözləmirik. Rusiya danışıqlar prosesinə meyilli görünmür. Halbuki öz etirafları da artıq var ki, bu müharibə getdikcə Ukraynanın belə deyək, əlini daha da gücləndirir. Sonunda onsuz da bir danışıqlar masası olacaq. İndi bu yaxın müddətdə gözlənilir. Bu danışıqlar masasına getməyə kerosin tapacaqmı Rusiya tərəfi? Bax, sual bundan ibarətdir. Bugün sizə gülməli gəlir, amma baxın, Yaponiya Rusiya ilə sülh sazişi bağlamayan bir ölkədir. Bəli. Sülh sazişi müharibə olub, İkinci Dünya müharibəsi bitib, amma bugünə qədər saziş ortada. Başqa sözlə desək, ölkələr bir-birini düşmən gözündə görürlər. Normalda belədir, yəni sülh sazişi yoxdursa, barışıq yoxdursa, dünən müharibə eləmişsən, bir gün müharibə bitibsə, hələ dostluq və yaxud da qonşuluq münasibətləri formalaşmır. Baxmayaraq ki, bir-birinə səfir göndərirlər. İndi Rusiya kimi böyük bir yanacaq neft istehsal edən, yanacaq istehsal edən, dizel, kerosin, benzin istehsal edən bir ölkə Yaponiyadan yanacaq istəyir, aviasiya yanacaq istəyir. Bəli. Yəni, Ukraynanın zərbələri Rusiyanı rəqib və düşməni hesab etdiyi ölkələrin əyağına getməyə vadar edir. Qaldı silahlar barədə bizim gördüyümüz ərazidə odur ki, Ukrayna dronları yalnız Moskva ətrafına deyil, uzaq Sibir ərazilərinə belə zərbələr endirirlər. Zərbələrin coğrafiyası Omsk, Novosibirskə qədər gedib çıxır. Bu nəyi deməyə əsas verir? Yenə də əvvəl 500, 600, 700 kilometrdə biz Ukrayna dronlarının fəaliyyətini izləyirdiksə, sonraki mərhələdə bu radius 1700 kilometrə qədər artdı, yəni Moskva ətrafına qədər. İndi isə 3000 kilometrdən bəhs edirik. Ukrayna yaxın perspektivdə Rusiyanı məcbur edəcək ki, daha doğrusu indi də məcbur edir, amma bu məsafə artdıqca Rusiya daha çox obyekti daxili ərazisində havadan qorumaq məcbur qalacaq. Yəni, əldə olan mövcud hava hücumundan müdafiə sistemləri daha çox obyektə paylanmalıdır. Daha çox obyektə paylandıqca onlar arasındakı məsafə artacaq. Məsafə artdıqca bu sistemlər arasında boşluqlar yaranacaq. Bu boşluqlarda Rusiya ərazisinə nüfuz etməyə, keçməyə və yaxud da o sistemi, havadan müdafiə sistemini yarmağa münbit şərait yaradacaq, bu deməkdir. Digər tərəfdən daha təhlükəlisi, Rusiya hava hücumundan müdafiə sistemlərinin üzərinə düşən yük artacaq.